Kaş ki mən bir sarı yarpaq olaydım. Sabahın yelləri alaydı məni. Aşaraq o qarlı uca dağları vətən torpağına salaydı məni. Bu misraların müəllifi Mehdi Hüseynzadədir. Kəşfiyyatçı, rəssam, şair olan, adı əfsanəyə dönən Mixailo haqqında sizə bilmədiyiniz maraqlı faktlar təqdim edəcəm. Bizi izləyin. Tanıdığımızı zənn etdiyimiz əfsanəvi qəhrəman Mehdi Hüseynzadə haqqında bu günə qədər çox yazılar yazılıb, çox danışılıb. Amma onun şücaəti, qəhrəmanlıqları haqqında hələ də yeni məlumatlar üzə çıxır. Bu məlumatların izi ilə Mehdi Hüseynzadənin silahdaşı olmuş Cavad Həkimlinin qızı Fatma xanımla tanış oldum. Maglar, Fatma xanımın atasından eşitdiyi xatirələr Mehdi Hüseynzadə haqqında çoxlarımızın bilmədiyi, amma bilməli olduğu olduqca maraqlı məqamlardır. Mehdi Hüseynzadə ilə atam əsirlikdə tanış olublar və konkret məqsəd qoyublar ki, qaçsınlar əsirlikdən və qaçmağa da nail olublar. Qızım, əsirlikdən onlar necə qaçıblar? Bir gölməçə qamışlıq olub, deyir. Deyir, mən qamışlığın içindən 2 kilometr konslagerdən qaçmışdıq, deyir. Motosikletlə nemeslər gəldi. Kimsə bunların daxilindən satır ki, əsirlərdən neçələri qaçdı. 2 kilometr bəlkə də qaçmışdıq, deyir qızım. Nemes gəldi, tutdu, deyir. İraq olsun, İraq atanmadı. Deyir, bizi it kimi deyir, zincirlədilər, deyir, motosikletə bağladılar. 2 kilometrini bizi sürüdülər, deyir. Gəldilər qonşu. Mehdi ilə ikisini? Hə, bax, atam deyir məni. Atamın ayaqlarında dizdən aşağıda, bax, bütün belə o daşların o izləri var idi. Almanlar faşist Hitler uduzduğunu görəndən sonra o yavaş-yavaş geri qaçanda bunlar İtaliyanın dağlara, meşələrə çəkiliblər. Bütün silah-sursat bunlara qalıb və onlar başlayıblar Almanlara qarşı döyüşməyə. Ağıllı, cəsur Mehdi Hüseynzadə faşistlərin kabusu idi. Dəfələrlə çətin əməliyyatları yerinə yetirərək mühüm obyektləri partladıb, kütləvi Alman əskər və zabitini qətlə yetirən Mixailo ləqəbli Azərbaycanlı qəhrəman öz cəsarəti ilə Almaniyanı lərzəyə gətirmişdi. O hər an, hər yerdən çıxa bilərdi. Bütün xırdalıqları dəqiqliklə hesaplanan və uğurla başa çatan əməliyyatlar Mixailonu gerçək əfsanəyə çevirmişdi. Ən çətin kəşfiyyatlara Mehdinin özü gedərmiş. Axırıncı dəfə gedəndə atam razılıq verməyib ki, orada, yəni bu əməliyyat çox ciddi əməliyyatdır. Buna baxmayaraq o çox iradəli, çox şücaətli, çox belə etibarlı olduğu üçün o deyib ki, bu əməliyyata getməli. İtaliyanın balaca bir kənddə, kəndin üst tərəfi bir təpəcik olub, o təpəcinin tikan kolunun dibində Almanlarla möhkəm döyüşür. Mehdi Hüseynzadəyə gülə dəyib və orada rəhmət edilib. Onu ümumi gətirib kənd qəbristanlığında Almanlar dəfn ediblər və yerli cəmaata müraciət ediblər ki, icazə veririk, gəlin bunun qəbrini ziyarət edin. Bu baxmayaraq bizə qarşı düşmən idi, amma misli görünməmiş qəhrəmandır. Atamın vicdanı qəbul edəmək, onlar çox narahat olublar. Atam deyir, 3 gündən sonra biz getdik, öyrəndik bütün, necə gecə ilə getdik, deyir, Mehdinin cəsədini oradan uğurladıq. Gətirdik qərargahımıza. Orada onu öz müsəlman adətimizlə yuduk. Hətta bir dənə paraşüt var idi, yaşıl rəngdə parça material. Mən deyir, gətirdim onu, müsəlman rəngi olduğu üçün yaşıl rəngli parçayı. Paraşüt parçaya bükdük, əlimlə özümüz Mehdini dəfn elədik. Çətin günlər, çətin sınaqlar yaşayan iki silahdaş sona qədər bir-birinə sadiq qalır. Dünyasını dəyişən Mehdi Hüseynzadənin son əşyaları da Fatma xanımın atasında olur. Sonra onun bütün şəkillərini, onun müharibədə gözəl karikaturalar çəkirdi. Rəssam idi Mehdi. O şəkillərin hamısını atam, bir dənə də gümüş üzük. Atam onu necə gizlib, onu hara, hələ ölənə qədər bizə demədi ki, onu haraya qoymuşdu, harada gətirmişdi. Atam ölənə qədər 92-ci ildə rəhmətə getdi. Heç bir vaxt dilinə gətirmirdi ki, Mehdi Hüseynzadə ölüb, ölməyib. Ölə də bilməz, elə bir qəhrəman. Nə qədər onu sevirdi, nə qədər onun üçün ağlayırdı. Bizim evdə, o kasıb evimizdə Mehdinin şəkilləri var. Görün bizim necə Mehdiyə qarşı bu kişi bizdə sevgi yaratmışdı.